Meyrac. Məhz elə bu dövrdə Meyrac hadisəsi baş verdi. Bu hadisə Peyğəmbər Salavatullahın uzun müqavimət yolunun bir daha təsdiqi və möhkəmləndirilməsi, uzun illər ərzində gördüyü işlər və göstərdiyi dəyanətin layiqli qiyməti, şirk və zəlalət qüvvələri ilə mübarizədə məruz qaldığı çətinliklər və acı ağrıların müqabilində o həzrətin başına tac qoyulması demək idi. Allah Taala Peyğəmbər Salavatullahı göylərin ənginliklərinə qaldırdı ki, müntəhasız kainatda öz parlaq mülkünün əzəmətinin bəzi tərəflərini ona göstərsin. Yaratdıqlarının sirləri, əməli salih və pis adamların taleyi ilə onu tanış etsin. Digər tərəfdən bu, o həzrətin səhabələrinin güc və qüvvətlərinin imtihanı idi. Belə ki, onlar Peyğəmbərləri və Peyğəmbərlərin ağası olan Muhammed Salavatullahla hansı geniş miqyasda və masştablarda risalətin çatdırılması uğrunda mübarizə apardıqlarını, yeni salih insan tərbiyə etmələrini və zəif insanların necə çətin bəlalara və əzablara mübtəla olduqlarını təsəvvür etsinlər. Müşrik Qureyş qəbiləsi Meyrac hadisəsinin ali və dərin mənasını dərk edə bilmədi. Peyğəmbər Salavatullah da onlara bu barədə danışan kimi dərhal Meyrac haqda maddi təsəvvürlər, onun baş verə bilməsinin mümkünlüyü və bununla bağlı sübut və dəlillər barədə soruşub öyrənməyə başladılar. Qureyşlilərin bəzisi dedi, "Vallah, karvan bir aya Məkkədən Şama, bir ayda oradan geriyə ancaq çatır. Necə oldu ki, Muhammed bir gecəyə getdi və qayıtdı?" Belə olduqda Peyğəmbər Salavatullah onlara Əl-Əqsa məscidini çox dəqiq şəkildə təsvir edərək qeyd etdi ki, o bir karvanın yanından keçəndə ondan itmiş dəvələrini görüb görmədiklərini soruşdular. Onların əşyalarının arasında bir üstü açıq qabda su vardı və o həmin qabın ağzını örtdü. Qureyşlilər başqa bir karvan barədə soruşdular və Peyğəmbər Salavatullah cavabında "Həmin karvana Tənim məntəqəsində rast gəldim" deyə cavab vermiş, sonra da həmin karvanın hansı yükü apardığını, kimlərdən ibarət olduğunu söyləmiş və konkret olaraq buyurmuşdur. Karvanın önündə filan əlamətləri olan dəvə gəlirdi və karvan gün çıxana yaxın burada olacaqdır. Peyğəmbər Salavatullahın bütün söylədikləri düz çıxdı. Əs-Siratun Nəbəviyyə 1-ci cild 396-cı səhifə.